Selamun Aleyküm və Rəhmətullah. Həzrəti Zəhra Salamullah Əleyhanın şəhadət ərəfəsindəyik. Bugün istəyirik o Həzrətin həyatı haqqında, o cümlədən Peyğəmbərin rəhlətindən neçə gün sonra evə hücum olundu və başqa bir mövzulara əziz qardaşım Hüccətül İslam Kərbəlayı İslam Cəlilov, İslam tarixi üzrə araşdırmaçı. İslam, xoş gördük. Salam aleykum və rəhmətullah. Mən də salamlayıram əziz izləyicilərimizi. Allah Taala dünya və axirətdə bizi Peyğəmbər və onun əhl-i beytindən ayrı salmasın inşallah. Allah amin. İslam, ilk öncə bəziləri bu məsələyə işğal edirlər və irad bildirirlər ki, bu məsələlər ki, danışırsınız, Həzrətin şəhadəti haqqında ixtilafa səbəb olur və vəhdəti pozmaqdır. Səncə bu məsələ nə qədər düzgündür? Baxın, bunun vəhdətlə heç bir ziddiyyəti yoxdur. Vəhdət demək, əqidəni inkar eləmək, əqidədən dönmək demək deyil. Bugün biz vəhdət edirik. Eyni zamanda əgər bizdən sual soruşulsa ki, Qədırxumda hansı hadisə baş veribdir, necə olubdur, biz bunu bəyan edirik. Əgər bizdən soruşsalar ki, Peyğəmbərdən sonra xəlifə kimdir, Allah təyin etdiyi xəlifə kimdir, biz deyəcəyik Əli ibn Əbi Talibdir. Niyə? Çünki buna bizim Qurandan dəlillərimiz var, Allahın əmridir və Peyğəmbər bu dəlilləri bizə gətirib çatdırıbdır. Həzrəti Zəhranın məsələsi də bu cür məsələlərdən biridir. Biz ixtilaf salmırıq, ixtilaf yaratmırıq. Amma Əhl-i Sünnətin böyük alimləri özləri belə öz kitablarında Həzrəti Zəhraya olan zülmləri qeyd ediblər və öz kitablarında bunu təsdiq ediblər. Bəli. İlk öncə bu məsələyə toxunaq. Həzrət Zəhra Salamullah Əleyha Fədəkiyyə xutbəsini məsciddə irad edib. Bu xutbənin Əhl-i Sünnət kitablarında nə qədər toxunulub, hansı kitablarda var? Ümumiyyətlə onlar bu hədisi, bu xutbəni səhih bilirlər yoxsa bilmirlər? Fədək xutbəsi ilk dəfə olaraq Əhməd ibn Teyfurun Bələğatun Nisa kitabında qeyd olunmuşdur. Ki, Əhməd ibn Teyfur 204-cü ildə, təqribən 204-cü ildə Hicri qəməri tarixi ilə İmam Hadi əleyhissalamın imamət və vilayət dövrünə yaşayıbdır. Bu dövrlərə təsadüf eləyir. O öz kitabında bu xutbəni nəql eləyibdir ki, son ravidə zahirən Həzrəti Zeynəbdən nəql olunur. Bu, bəli, bizim əlimizə gəlib çatıbdır bu xutbənin sənədi. İkinci kitab olaraq biz Əbdüləziz Cövhərinin Əs-Səqifə və Fədək əsərinə işarə eləyə bilərik ki, bu alim 323-cü ildə təqribən 4-cü əsr eləyir. Dünyadan köçübdür. Və bu kitab bizim əlimizə gəlib çatmayıbdır. Bugün bu kitab bizim əlimizdə yoxdur, itibdir. Bu kitab aradan gedibdir. Amma Mütəzilə təriqətindən olan İbn Əbülhədid bunu öz kitabında nəql eləyibdir, qeyd eləyibdir. Və Allah rəhmət eləsin, Əllamə Əmininin oğlu bu kitabı İbn Əbülhədidin kitabından çıxararaq müstəqil bir kitab formasına salmışdı. Yəni ki, mövzunun əksəriyyəti orada öz təcəllasını tapıbdır. Hətta İrbeli də ki, 7-ci əsrdə olub, o da iddia eləyib ki, bu kitab mənim əlimdədir. Hətta 7-ci əsrə qədər bizim əlimizdə yəni sənəd var ki, bu kitab mövcud olub. Amma ondan sonra indi necə aradan gedib və itib, ondan xəbərimiz yoxdur. Bəs yaxşı, bu Fədək xutbəsi Peyğəmbərin rəhlətindən neçə gün sonra oxunub? İbn Əbülhədidin Zilbəlağının şərhi kitabındakı nəqlinə əsasən Fədək xutbəsi Peyğəmbərin rəhlətindən 10 gün sonra oxunubdur. Ki, başqa bir yerdə biz bundan rastlaşmırıq, görmürük. Ancaq İbn Əbülhədidin nəqlidir ki, 10 gün sonra olubdur bu hadisə. Həzrət Zəhra bu xutbəni irad eləyəndə o zaman evə hücum olunmuşdu, yoxsa yox? Xeyr, həmən vaxtda evə hücum olunmamışdı. Əlbəttə bizim neçə dənə dəlillərimiz var ki, biz bununla isbat edirik ki, ehtimal veririk ki, Həzrətin evinə hücum olunmamışdı bu vaxtda. Onlardan biri, mən qeyd edeyim ki, Ayətullah Yusifi Qarəvi böyük İslam tarixçilərindəndir, böyük İslam alimlərindəndir. Ağanın nəzəri budur ki, 50 gün sonra olubdur bu hadisə. İkinci dəlil olaraq Fədək xutbəsinin mətni. Biz buna misal verə bilərik. Niyə? Çünki mətndə buyurulur ki, Həzrətin yol yerişi eyni ilə Peyğəmbərin yol yerişi idi. Peyğəmbərin sirəsinə, tarixinə nəzər salanda görürük ki, Peyğəmbər təvazökar idi və eyni zamanda vüqarlı yol yeriyirdi. Qaməti düz idi. Və buyururlar ki, Həzrətin yol yeriməsi eyni ilə Peyğəmbərin yol yeriməsi kimi idi.
Artıq əgər xəstə bir xanım və yaralı bir xanım bu cür yol getməsi biraz çətin məsələdir. Burada indi biraz qabağa gedək. Həzrət məscidə çatır və məsciddə olan şəxslər, yəni Həzrət Zəhranın müxatəbləri kimlər olur? Həmən vaxtı Mədinədə o yaxşı səhabələr, o imanlı səhabələrin sayı çox az idi. Niyə? Çünki hətta Peyğəmbərin şəhadətindən və yaxud rihlətindən qabaq biz görürük ki, Peyğəmbər Üsamənin qoşununu yola salmaq istəyir. Ki, döyüşə getsin Rum imperiyası ilə. Amma Peyğəmbər nə qədər cəhd göstərirsə, bunlar Mədinəni tərk eləmirlər. Elə Mədinənin kənarında düşərgə qururlar, qalırlar orada. Həzrət xəstə idi. Tarix yazır ki, dəfələrlə Peyğəmbər gəldi və narahat idi, nigaran idi. Deyirdi ki, nəyə görə Üsamənin qoşunu hərəkət eləmir. Sonda Peyğəmbər Üsamə ilə bir yerdə döyüşə getməyənləri lənətlədi. Bu açıq-aşkar tarixin bizə nəqlidir, dəlilidir. Peyğəmbər bunu lənətlədi. Amma nədənsə Peyğəmbər şəhid olan kimi, rehlət edən kimi, dünyadan gedən kimi tez Üsamənin qoşununu göndərdilər döyüşə. Və o böyük səhabələr, dəyərli səhabələr də Üsamə ilə bir yerdə hərəkət elədilər döyüşə ki, onların da gedib gəlməsi təqribən 40-45 gün çəkdi. Və onların da bayraqdarı Bureydə İbni Huseybi Əsləmi idi ki, Əleyhisselamın tərəfdarlarından biri idi. Yəni Mədinə məscidində bir sıra zəif imanlı adamlar qalmışdı və onların tərəfdarları. Amma bununla belə Həzrəti Zəhra xutbə eləyəndə bunlar ağlayırlar. Yəni bunlara belə Həzrətin xutbəsi zahirən də olsa bəli təsir edir. Bəziləri belə bir şübhə ortaya atırlar ki, fədək bağları Həzrət Zəhraya irs çatmamalı idi. Niyə? Çünki Peyğəmbərlər özlərindən sonra irs qoymurlar. Və burada bir məsələ də yaranır ki, bizim etiqadımız budur ki, o hədiyyə olunub. Peyğəmbərin öz həyatı zamanı hədiyyə olunub Həzrət Zəhraya. Bəs əgər hədiyyədirsə, Həzrət Zəhra orada niyə birinci xəlifəyə Peyğəmbərdən irs aparmaq olur məsələsini niyə sübut eləyir birinci xəlifəyə? Ümumiyyətlə, Fədəkin qısa bir tarixçəsinə mən işarə edeyim. Demək, Fədək 7-ci ildə, Hicrətin 7-ci ilində Xeybər döyüşü zamanı fəth olunubdur. Və bu fəth olunmada müsəlmanların iştirakı yoxdur. Bu, Peyğəmbər və Həzrət Əlinin belə deyək də, fəth elədiyi bir yer idi. O vaxt qənimət olar ki, döyüş qəniməti sayılar ki, orada müsəlmanlar iştirak eləsinlər və əməkləri olsun. Amma biz tarixə baxanda görürük ki, xeyr, əsla və əsla belə deyil. Peyğəmbərlə Həzrət Əli bu işi görübdür və ondan sonra Quran ayəsi də nazil olur ki, bu qohumların haqqını qaytar. Və Həzrəti Zəhraya Peyğəmbər həmən Fədəki hədiyyə eləyir öz sağlığında. Yəni Peyğəmbər sağ ikən, həyatda ikən Həzrəti Zəhra Fədəkin sahibi idi. Fədəkin yiyəsi idi. Bu var, tarix bunu qeyd eləyibdir. Amma uydurma bir hədis nəql elədilər ki, Peyğəmbərlər özlərindən sonra irs qoymurlar. Belə bir şey yoxdur. Bu rəvayətin yeganə ravisi, rəvayətin nəql edən birinci xəlifədir. Yəni birinci xəlifədən başqa bu sözü Peyğəmbərdən heç kəs eşitməyib və bu vaxta qədər də deməyibdir. Bunu deməyibdir. Amma niyə görə Həzrəti Zəhra əgər irs deyildisə, bunlarla dəlil gətirirdi irs olduğuna? Buna görədir ki, çünki ən azı bu irs olduğunu qəbul eləyirdi. İrs olduğunu qəbul edir və deyirdi ki, atandan sənə irs çatmır. Niyə? Çünki Peyğəmbər özlərindən sonra irs qoymurlar. Baxın, bu açıq-aşkar Quran əleyhinə ziddir. Bəli. Çünki Allah Quranda buyurur ki, Həzrəti Süleyman Həzrəti Davuddan irs apardı. Həzrəti Davud Həzrəti Süleyman üçün irs qoydu. Yaxşı, bəs olmurdu irs aparmaq. Əgər irs deyildisə, nəyə görə Həzrəti Zəhra dəlil gətirəndən sonra birinci xəlifə Fədəkin o sənədin təqdim edir Həzrətə? Bəli. Nəyə görə? Üçüncü bir dəlil olaraq bunu da deyim ki, fiqdə yəd qaydası deyilən bir dənə qaydamız var bizim. Əl. Yəni bu mənim əlimdədir. Maşındır, telefondur, ya başqa bir şeydir. Bu mənim əlimdədir. Bu mənim əlimdədirsə, deməklə bu mənimdir da. Əgər sən gəlib desən ki,
qıraqdan bir nəfər gəlib desə ki, yox, bu mənimdir, gərək şahid gətirə. Fədək Həzrəti Zəhranın əlindədir. Bunlar ki, deyirlər ki, fədək sənin deyil, bizimdir, bizə çatmalıdır, xilafətə çatmalıdır. Bunlar gərək şahid gətirərlər. Bəli. Nəinki Həzrəti Zəhradan şahid istəyirlər. Bəli. Burada tərsini eləyiblər Tərsin oldu. məsələn. Bəli. Biz sonraki cəryanlara görürük ki, elə o fədəkin sənədin alıb çıxandan sonra yolda məsələn təzədən fədəkin sənədi alınır, cırılıb səpilir yerə. Bir sözlə Həzrəti Zəhra burada irs məsələsini sübut eləməyində, yəni deyir ki, bilir ki, o hədiyyəni qəbul eləmir. Qəbul eləmir. Deyir Bəli. yaxşı, irsi də qəbul eləyirsənsə, Peyğəmbər özlərindən sonra irs qoyurlar. bəli. Belə bir sual yaranır ki, ümumiyyətlə çünki bəziləri bunu inkar eləyir deyə bu sualı cavablandırmaq lazımdır. Ümumiyyətlə Həzrət Zəhranın evinə hücum olunub yoxsa yox? Yəni bəziləri deyir ki, hücum olunmayıb, Ömər gəlib təhdid eləyib, and içib amma eləməyib. Bəziləri deyir ki, heç qapı olmayıb. Yəni belə müxtəlif şübhələr yayırlar. Buna istəyərdim biraz aydınlıq gətirəsən, zəhmət olmasın. Belə cavab verə bilərik ki, görək evə hücum olunub ya yox. Həm əhl-i sünnə mənbələri, həm şiə mənbələri evə hücumu təsdiqləyir. Əlimizdə dəlillərimiz var, tarixi mənbələrimiz var. Bunu təsdiqləyir. Amma onun keyfiyyəti barəsində biraz fikir ayrılıqları var. Məxsusən əhl-i sünnə deyir ki, qapını yandırmaq təhdidi var idi, od vurmaq təhdidi var idi, amma od vurulmamışdı. Şiə mənbələr deyir ki, xeyr, təhdid də var idi, qapı da yandırılmışdı. Və bu bir neçə mərhələdə baş veribdir. Birinci mərhələ biz görürük ki, Peyğəmbərin hələ vəfatından sonradır, dərhal sonradır. Şimdi gəlirlər Həzrətə deyirlər ki, Səqifədən sonra, ya Əli, sən gərək gəlib beyyət eləyəsin. Həzrət buyurur ki, mən təfsir olunmuş Quranı, bu ki, şənin nüzulları var idi, ayənin nazil olma səbəbləri var idi, kimin barəsində nazil olmuşdu, bunların hamısı ki, Əleyhissalamın əlində idi, o Quranı səhmana salırdı, cəm edirdi. Bəli. Dedi, mən Quranı toplamaqla məşğulam. Mənim vaxtım yoxdur. Rədd elədi. Rədd. Bunlar da çox üstünə düşmədilər. Yəni bir növ elə bundan kifayətləndilər. Amma sonraki biz hücumları görürük ki, bəli, bu hardasa 40-45 gün sonra Həzrətin evinə hücum olunubdur. Bunun da dəlili bu idi ki, biz demişdik yadınızda olursa, Bureydə Əsləmi, Bəli. Bureydə İbn Hüseybə Əsləmi Üsamənin qoşununun bayraqdarlarından idi. Bu gəlir Mədinəyə çatır, görür ki, artıq beyyət olunubdur, Əleyhissalam kənarda qalıbdır. Deyir ki, əgər Əli ibn Əbi Talib beyyət eləməsə, mən beyyət eləməyəcəm. Və buna görə də, çünki bu da Bəni Əsləm qəbiləsindən idi, gücü qüvvəti var idi, qəbilə böyüklərindən idi və Mədinədə də bir dənə qəbilə yox idi ki, qəbilələr çox idi. Bunlar da bundan qorxdular ki, əgər Bureydə bu işi yerinə getirsə, başqaları da ona qoşulacaqlar. Belə qərar aldılar ki, getsinlər Həzrət Əlidən beyyət alsınlar. Çünki Həzrət Əlidən beyyət almaqla bu birisi müxaliflərin də səsi kəsiləcəkdir. Ona görə də getdilər Həzrətin evinə beyyət almağa. Və burada ikinci dəfə hücum hesablanır ki, həmən vaxtı ikinci xəlifə də orada idi, gəldilər beyyət almağa. Dedilər ki, əgər çölə çıxmasınız, beyyət eləməsiniz, evdəkilər yandıracaq. Evlə bir yerdə yandıracaq. Həmən yerdədir ki, əshab Zübeyir, Əmmar, Əbuzər, Səlman, Miqdad bunlar və başqaları çıxırlar çölə. Niyə? Həzrəti Zəhranın evinin hörməti sınmasın. Bəli. Həmən evin hörməti sınmasın. Ona görə çıxırlar çölə və bunlardan məcburi beyyət alınır zahirən, tarixin nəqlinə əsasən. Amma sonraki həmlə ki, ondan qabaq Həzrət 2 dəfə özü qapıya çıxır. Bunlara rədd cavabı verir, qunfuzu göndərirlər. Bunlara rədd cavabı verir, beyyət eləmir. Sonuncu dəfə, 3-cü hücumda bunlar gəlirlər qapıya və bu anda Həzrəti Zəhra qapıya tərəf gəlir. Niyə ki, bəlkə biraz həya eləsinlər. Və olur ha, olur. Və Həzrətin bu uzaq görənliyi öz təsirini də göstərir. Bir neçə nəfər buyururlar ki, geri qayıtdı. Ağladılar, peşman oldular, geri qayıtdılar. Amma bəziləri təəssüflər olsun ki, peşman olmadı və bu işi yerinə yetirdilər. Bəziləri belə bir şübhə ortaya atırlar ki, Həzrəti Əli əleyhissalam ki, siz deyirsiniz, çox şücaətli idi. Döyüşlərdə həmişə iştirak edirdi
və zirehinin heç vaxt arxa hissəsi olmayıb. Çünki heç vaxt Həzrət üzünü dönüb döyüşdən qaçan deyil. Siz ki, İmam Əli əleyhissalamı belə şücaətli bilirsiniz. Bəs necə ola bilər ki, o hadisələr baş versin, evə hücum olunsun, amma İmam Əli əleyhissalam bu hadisəyə heç bir reaksiya göstərməsin? Buna isə belə cavab verək. Baxaq tarixə. Bu belə deyil ki, Həzrət Əli evdə oturmuşdu, gözləyirdi ki, gəlsinlər bunlar daxil olsunlar evə, Həzrət Zəhraya cürət eləsinlər. Belə deyildi. Bu bir neçə saniyənin ərzində olan bir hadisədir. Ki, gəlirlər qapını yandırmaq istəyirlər, deyirlər çıxın çölə. Əgər çölə çıxmasınız, evi əhli ilə bir yerdə yandıracam. Həmən anda Həzrət Zəhra gəlir qapının arxasına. Ki, bəlkə həya eləsinlər, dediyim kimi. Bəlkə həya eləsinlər, geri qayıtsınlar. Və dediyimiz kimi də geri qayıtdılar. Bir dəstə geri qayıtdı. Amma bəziləri geri qayıtmadı. Və orada Həzrət Zəhra bunlara dəlil gətirirdi. Bunlarla söhbət edirdi. Və belə düşünülmürdü ki, bunlar o qapını sındıralar və içəri daxil olalar. Bu ani baş verən bir hadisə idi ki, qapını sındırdılar və içəri daxil oldular. Daxil olanda artıq Həzrət Əli gəldi və nəqillərə görə götürdü o ikinci xəlifəni vurdu yerə. İkinci xəlifəni vurdu yerə. Və buyurdu Həzrət ki, ey sox hakim və yaxud səh hakim oldu. Əgər Peyğəmbərin vəsiyyəti olmasaydı, sən heç bir dəlillə mənim evimə daxil ola bilməzdin. Və buradan sağ çıxa bilməzdin. Bunu Həzrət buyurur. Və bunu görəndə köməyə adam çağırır. Çöldə Muğeyrət ibn Şöbə, Qunfuz və başqaları da var idi. Çox idilər, sayları çox idilər. Deyir, evə tökülüşdülər və Həzrətin əlin qolun bağlayıb məscidə apardılar beyyət eləməyə. Və bundan əlavə bunu yaddan çıxardırlar ki, Həzrət Zəhranı qapının arasına göndərməyibdi. Bundan qabaq 2 dəfə Həzrət qapıya gəldi və Qunfuza rədd cavabı verdi. Dedi ki, onlara denən ki, beyyət eləməyəcəm. Bu var. 3-cü dəfə Həzrət Zəhra yenə dediyimiz kimi bu hadisəyə görə gəldi ki, bu səbəbə görə gəldi ki, bəlkə həya eləyələr. Çünki Həzrət Zəhranın həm Allah yanında, həm Peyğəmbər yanında, həm də cəmaatın içində hörməti var. Ki, bəlkə bu səbəbə görə bir həya eləyərlər, Həzrətin evinə hücum eləməzlər. Əleyhissalamı rahat buraxarlar. Bu səbəbə görə gəlmişdi. Və Həzrət Əleyhissalam da özü 2 dəfə qapıya çıxdı və bu da bir neçə saniyənin içində baş verən bir hadisə idi. Dərhal reaksiya bildirdi Həzrət. Bəli, burada bu sual ki, deyirlər ki, qapı olub olmayıb, məncə mənasız bir sualdır. Çünki əgər qapı olmasaydı, qapının arxasında gözləməklərinin bir mənası olmazdı. Ki, gözləsinlər ki, girə bilsinlər içəri. Və ya əgər qapı olmasaydı, onda gəlib elə Həzrəti zorla da olsa, Həzrət Əmiri aparacaqdılar və beyyət alacaqdılar. Və hətta o ikinci dəfədə ki, gəlirlər və Səlman və başqa sahabələr evdən çıxırlar, əgər elə olmasaydı, girib onları da zorla çıxardardılar. Məncə bu sualı mənasız bir sual kimidir. Bugünkü mövzumuz burada qutarır. İnşallah, əgər hansısa bir mövzu haqqında sualınız varsa, kommentlərdə qeyd edərsiniz. İnşallah bir fürsətdə də o mövzu haqqında danışarıq. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.